2025-ci ilin sonuna kimi ən köklü dəyişiklik yaşayacaq bürclər, enerji axınları, planet keçidləri və uzunmüddətli təsirlərə görə əsasən bunlardır. Köklü dəyişikliklərə hazır olan bürclər. 1. Əqrəb. Həyat tamamilə yeni mərhələyə keçir. Köhnə bağlar qopur. Yeni güclü başlanğıclar gəlir. İşi, münasibəti və maddi həyatı ciddi yenilənir. 2. Oğlaq. 2025 böyük dönüş ilidir. Karyerada sıçrayış, istiqamət dəyişikliyi və uzun illik planların gerçəkləşməsi mümkündür. 3. Dolça. Uzun müddət gözlənilən dəyişikliklər gəlir. Yaşayış yeri, çevrə və şəxsi seçimlər tam yenilənə bilər. 4. Şir. Sıfırdan başlama enerjisi açılır. Həm sevgi, həm karyera tərəfdən yeni dövr gəlir. Cəsarətli qərarlar öz bəhrəsini verir. 5. Buğa. 2025 axırına doğru həyat ritmi tam dəyişir. Daha çox qazanc, yeni imkanlar və şəxsi həyatda dönüş. 6. Tərəzi. Gözlənilməz amma müsbət dəyişikliklər, həm münasibətlər, həm də sosial həyat yenilənir.